Deyir, qeyri-müəyyən əvəzlik işlənmiş nümunəni müəyyən edin. Dünən gələn qonağın heç kim olduğunu bildinizmi? Dostlar, ən çox edilən səhvlərdən biri bu testdir. Deyin, niyə? Çünki heç kim deyilən qeyri-müəyyən miqdar sayı var. Amma burada sual işarəsinin olmağı onu göstərir ki, burada heç kim ikisi bir yerdə qeyri-müəyyən əvəzlik deyil. Burada heç ədatdır, kim isə sual əvəzliyidir. Ona görə də bir olan variantları çıxacağıq. Y, B və D variantımız getdi. İşlərin qaydasında getmədiyi indiki vaxtda nə isə bilmək çətindir. Nə isə bilirik ki, qeyri-müəyyən əvəzlikdir. Ona görə 2 100% düzdür və A, C variantında da 2 var. Səndən doymaq olarmı? Həyat, sən nə şirinsən? Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən. Burada görürük ki, sən şəxs əvəzliyi var. Səndən şəxs əvəzliyi var. Sən nə şirinsən? Nə burada? Ədatdır bu heç. Sən yenə burada. Şəxs əvəzliyidir. Deyib keçməyin. Burada hamının əvəzliyi var. Bu qeyri-müəyyən olduğuna görə 3-ü də götürün. Doğru cavab olacaq A variantı. 5 zaten hər iki variantda var. Birisi çıxıb demədi ki, yeni qaydaları biz yazmamışıq. Birisi də bilirik ki, birisi də qeyri-müəyyən əvəzlikdir. Davam eləyirəm, 6-ya baxıram. Cədvəldəki doğru nümunələri müəyyən edin, deyir. Zərf işlənmiş cümlə, zərf işlənməmiş cümlə. Musa sinif yoldaşlarına yenə də Şuşanın gözəl təbiəti haqqında danışırdı. Yenə zərfdir, bilirik ki, Prezidentin hərbi paraddakı cəsarətli çıxışı hamını qürrələndirdi. Uşaqların ən çox etdiyi səhv cəsarətli sözünə zərf deyir, amma yadınızda saxlayın. Li olarsa sifət, lə üstü 2 olarsa zərf yaranır. Zərf. Li ilə sifət, lə ilə zərf yaranır. Bu da belə. Deməli, 2 olan variantları çıxın. Doğru cavab D və B-dir. 1, 3 ona görə düz cavabdır. Azərbaycan məktəbliləri yarışda bütün həmyaşıdlarından irəlidə idi. Baxırıq 4-ə. İşi çox olduğu üçün verilmiş son tapşırığı tamamilə unutmuşdu. Tamamilə zərfdir. Bizə də deyir zərf işlənməmiş cümlə. Ona görə D də səhvdir. Cavab olacaq B variantı. Yağış yağanda binamızın həyətində böyük gölməçələr yaranırdı. Burada binamızın həyətində sözü ilk başda zərfə, yer zərfliyinə bənzəsə də, amma mən sizə demişəm ki, yadınızdadırsa, əgər iş hadisənin konkret məkanın bildirirsə, o söz zərf ola bilməz. Konkret yer, məkan bildirirsə, o isimdir. Ona görə doğru cavabımız olacaq B variantı.